Çox yatmaq, çox yemək, nizamsız yemək, nizamsız yatmaq, adətindən azad olmaq çox vacib məsələdir. İkincisi də dil adətləridir, dil adətləri. Deyirsən, nə xəbər var? Deyir, vallah bir təhər dolanır, vallah. Elə danışır ki, adam həyatdan bezir. Deyirəm də o virusdur, elə bil hava ilə adamı da yoluxdur. Elə adamlarla oturub durmayın, ya da onları islah edin. Ağzını açıb danışmağa şikayət eləyir. Nə bilim, vallah, görmürsən günümüzü falan. Axı, nə olub sənin günüvə? Şükür Allaha, yaxşı sözlər də var, danışılası, yaxşı məsələlər var ki, onu qeyd eləmək olar. Ona görə duada deyir, əvvəl şükr elə. Çünki yoxumdur sözündən Allahın xoşu gəlmir. Bizi öyrəşdirmək istəyir ki, dilimizi açanda əvvəl deyir, şükür elə. Deyirəm, filan şey varım, filan şey varımdır, filan şey varım, nəyim var? Sayırsan, görürsən, çox zənginsən. Sonra deyirəm ki, amma bunu da istəyirəm. Allah deyir, baş üstə. Allah da bəndəsinə baş üstə deyir. Amma əvvəl nəyim var, onu sadala bir. İmam Hüseyin ağanın Ərəfə duasına baxın, Allah qismət eləsin Ərəfə günündə Kərbəlada olmağı, həcdə olmağı, Allah bütün arzusunda olanlara nəsib eləsin. Orada Ərəfə duasında İmam Hüseyin əleyhissalam sadalayır neymətləri, bir-bir onlara şükür eləyir. Neyməti sadalamağa öyrəşmək çox yaxşı bir məsələdir. Yəni, dili yaxşı şeylər adət edəsən. Bundan başlayın. Yatmaq, yemək və dilinizi danışanda sözlərinizi çalışın elə tənzimli ki, yaxşı sözlər danışasınız.